Salam dəyərli tələbələr. Mən Tural müəllim bu günləri 26 oktyabr məntiq sınavına düşən suallarınızı verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Başlayaq birinci sualımızla. Birinci sualda aparıb hərflərin yerini dəyişəndə 2 dənə söz yaranır. Düşmə, buradan bura kimi bir söz və məntiq. 2 dənə söz yaranır. Cavab C-dir. İkinci sualda rəqəmlər cəmi ardıcıllıq verir. 1, 11-in rəqəmlər cəmi 2, 111-in 3, 211-in rəqəmlər cəmi 4, 41-in rəqəmlər cəmi 5, 6, 34-ün rəqəmlər cəmi 7, növbəti rəqəmlər cəmi 8 olan 53-dür. 48-də isə uyğunluğu müəyyən edəcəyik. Məsələn, A variantında Y ilə başlasaq, Y bu fiquru göstərir, düz gəlir. P deməli bu fiqur düz gəlir. U deməli bu fiqur düz gəlir. A səhv gəlir. A belə bir fiqurdur. Burada artıq fiqurlar qalır da. Ona görə A variantı səhvdir. B variantını yoxlasaq, B variantında da səhvlik var. B variantı ilə baxan kimi səhvdir. Çünki P hərfi ortada 2 dənə axsmalik var, axı uyğun deyil. C variantını yoxlasaq, E ilə başlasaq, burası düz gəlir. Ondan sonra D yenə düz gəlir. U deməli, bura düz gəlir. Amma A hərfi yenə uyğun deyil. A hərfi 2 qara axsmalik altı. Burada 2 qara ağ, təzədən qara axsmalik qalır. Yəni, yenə C variantını çıxırıq. D variantı doğru cavabdır. Diqqətlə baxsaq, bax, buradan bura kimi fiqur N-i göstərir. Ondan sonra C buranı göstərir. Baxın, C buranı göstərir. Ondan sonra O, bu 2 dənə qara axsmalik göstərir. A buranı göstərir. C deməli bura uyğun oldu. Ondan sonra O 2 dənə qara axsmalik uyğun oldu bura. A da M-dəki təzədən bura uyğun olur. Baxaq bir də M deməli, bax bura uyğun oldu. Ondan sonra C hərfi bura uyğun oldu. O hərfi 2 dənə qara axsmalik və M hərfi də bura uyğun olur. Növbəti sual aşkar operatorda aparıb yerinə qoyacağıq. 51-39-u burada yerinə qoysaq, 51-17-yə böləndə A3 olur. 39-u 13-ə böləndə B3 olur. 2 vur 3 üstə gəlir 3. Birinci mörtəzə 9 eləyir. Sonra burada da 15 B-ni 75-ə bərabər eləyəndə B-nin qiyməti 5 olur. Ondan sonra 19 A-nı 76-ya bərabər eləyəndə A-nın qiyməti 4 olur. Aparırıq yerinə qoyuruq. 2 vur 5 üstə gəl 4, o da 14 eləyir. Yəni, ikinci mörtəzəyə 14 tapırıq. 35 ilə 99-u ürəkdə yerinə qoysaq, A5, B-də 9 olur. Deməli, 5 üstə gəl 9 eləyir 14, çıxılsın 5, o da 9 eləyir. Üçüncü mörtəzə 9 olur. 9 üstə gəl 14 çıxılır 9, o da elə 14 cavabını verir bizə. Yəni, Y variantı. Baxırıq 50-ci suala. 50-ci sual hecalamaqdır. Deməli, 2 heca bir koda uyğundur. Məsələn, banda, 2 hecada, ratin, sanda, belə. Birincidən təkrarlanan heca bandadan ban və bankadan bandır. Hamısında birinci rəqəmlərə baxsaq, 2 dənə 3 var. Deməli, ban burada 3-ü göstərir. Və bizdə 3 rəqəmi olmadığı üçün 3 olan cavabları çıxırıq. Ban 3-ü göstərirsə, onda daban sözü nəyə göstərəcək? Axırı 3 ilə qutaran. Axırı 3 ilə qutaran daban olacaq 63. Bizdə 6 rəqəmdə olmadığı üçün C variantında çıxırıq. Da 6-dırsa, onda sanda sözü nəyə göstərəcək? Axırı 6 ilə qutaran 46 olacaq. Banda 36 idi, banla başlayan, axırı da olan banda 36 idi, onda sanda da 46 olacaq. Bizdə də 4 rəqəmi olmadığı üçün 4-ü də çıxırıq. Yəni, karatda san hərfi yoxdur axı. Bir dənə qalır, düzgün cavab B variantı. 51-ci suala baxırıq. 51-ci sualda bizdən edu sözünü soruşur. Deməli, bu suallarda mən sizə demişdim ki, 111-ə bölməklə rahat tapmaq olar. Hərflərin təkrarlanması hər mərtəbədən 111-dən olur. O da 14 edir. Belə də tapa bilərsiniz. Və yaxud da ki, bunun qaydası birinci və sonuncu rəqəmi yan-yana yazmaqdır. 14 düzgün cavabdır. 52-yə baxırıq. 52-də 50 belə gedir. Bax, burada olan 5 burada var. 7 də var. 2 də var. Bir dənə 8, yox, 2 də var. Daha doğrusu, 2-ni dairəyə alın. Bir dənə 8 yoxdur. Bu 8-i yarıya bölüb, bura 4 yazıb. Fikir verin. Sonra burada 2 var. 2 var. 3 var. 1 var. Bir dənə bu 2 yoxdur. 2-nin də yarısı S olacaq 1 oldu. Düzgün cavab 1-dir.
Fikir verin 7 var burada. Ondan sonra 1'ler var. 4'ün yarısı 2. İndi 4 burada yarısı 2'dir. 8 var, 7 var, 6 var. Olmayan rəqəmi isə 2-yə bölübdür. 3 dənə rəqəm olub hər dəfə. Bir dənə rəqəmi 2-yə bölüblər. Burada da 5, 7, 2, burada da axtarılanda 2, 3, 1 var. Bir dənə 2-nin biri yoxdur. Onda S tapanda 2-ni 2-yə bölərik, cavab 1 olar. 53. 7 A-nı 56-ya bərabər edirik. Buradan A 8 olur. İndi 5B-ni də X-a bərabər edirik. Və biz bu misalda, bax, 2 vurulsun, A-nın yerinə 8, B-ni elə olduğu kimi yazacağıq. Çıxaq 5, B bərabərdir 6 yazacağıq. Buradan da təmlik həll edəsək, 6-nı 2-yə böləndə 3 eləyir, B də buradan 5 olur. İndi bizdən X-in qiymətini istəyirsə, X-i tapanda biz 5-i B-yə vurmalıyıq da. Bax, bu tapdığımız 5-i B-yə vururuq. Yəni, 5-i 5-ə vururuq, B-miz 5-dir, o da X-in qiyməti 25 olacaq. Yəni, B variantı. 54 sistem təmlikdən yazmaq olar burada. Yan-yana yazanda rahat görəcəksiniz. Mənlə T-in cəmi 579-dur. Mənlə T-in fərqi deməli 327-dir. Bunları da tərəf-tərəfə toplayanda T-lər islah gedir. 2 mən bərabər olur. Deməli 6, 0, 906-ya. Buradan da məni tapanda 906-nı 2-yə bölürsünüz. Və o eləyəcək 453. Bu da rəqəmlər cəmi 12 eləyəcək. 4 5 3, 12 verir. Beləliklə, 54-cü sualın düzgün cavabı olacaq B variantı. Keçirik 55-ci suala. 55-ci sualda burada 2 dənə operator var. Ona görə biraz diqqətli olacaq. Oxşurlar fiqurlar bir-birlərinə. Amma orada biz diqqətli olmalıyıq. Bax, bu fiqur üzü qara hissə axırındadır. Burada qara hissə solundadır. Ağ hissə. Yəni, ayrı-ayrı fiqurlarda. Görürsünüz də o fiqurun baxış nöqtəsindən. Və yəni, belə olan, bu hissəsi ağ olan, bax bu. Burada bir-birinə vurub 4-ə bölməkdir. 24 4-ə böləndə 6, 108-i 4-ə böləndə 27. O birində isə, yəni belə olanda, burası ağ olanda, rəqəmləri toplayıb bir-birinə vurmaqdır. 7-ni vurub ona 70 eləyir. İndi bura baxırıq. Birinci bax, üzü bu tərəfə olandandır da. Ona görə 26-nı 2-yə vurub 4-ə bölürük, 13 eləyir. Sonra üzü bu tərəfə olandandır. Yəni 13 deyə bil ki, biz bax bu fiquru eləyirik. Burada amma nə edirdik? Biz rəqəmləri toplayıb bir-birinə vururduq. 4-ü 6-ya vuranda 24 eləyir. Bir üstə gəlir, sorulsun üstə gəlir. O da 24 A variantı olur. 56 kvadratlar cəmidir. Çölü 6 tərəfdir, içərisi 3 tərəfdir. 6-ın kvadratı üstə gəlir, 3-ün kvadratı 45. Burada da 8-in kvadratı, yox, çölü 7 tərəfdir saysaz. 7-nin kvadratı üstə gəlir, 4-ün kvadratı 65 eləyir. Burada da çölü 6 tərəfdir və içərisi 4-dür. 6-ın kvadratı üstə gəlir, 4-ün kvadratı 52 eləyir. 57-yə baxırıq. 57-ci sualda 26-nı 2-yə böləndə 13, 42-ni 2-yə böləndə 21, 14-ü 2-yə böləndə 7, 88-i 2-yə böləndə 44 edir. Deməli, cavab 7-dir. 58. 58-də fiqurun işarəsi bu tərəfə olanda hissələri toplayıbdır. Bu tərəfə olanda isə hissələri çıxıbdır. Baxın, burada 2 hissə var, burada 1 hissə var. Toplayanda ümumi 3 hissə eləyir. 2 üstə gəl 1, 3 eləyir. Burada bu tərəfdə 2 hissə var, burada 1 hissə var. 2-dən 1 çıxanda 1 hissə qalır. İndi biz sualı tapmalıyıq. Bax, bu işarə belə olanda toplayırdıq da. Burada 2 hissə var, burada da 1 hissə var. Deməli, 2 ilə 1-i toplayırıq 3. İşarə yenə, deməli, bu birində isə, görürsünüz, çıxmadı. 2-dən 1 çıxanda 1 hissə qalır. 3-dən də 1-i toplayanda 4 hissə qalır. İndi biz buna uyğun cavabı tapmalıyıq. Üzü sağı olanda dedik çıxırıq. Yəni, hissələri bir-birindən çıxırıq. 3 hissədən 2 hissə çıxanda burada 1 hissə qalır. Burada 9 hissə var. Burada da 5 hissə var. 9-dan 5 çıxanda 4 hissə qalır. Bu arada toplama işarəsi var. 5-dən də bu 2 hissəni çıxanda 3 hissə qalır. 3 hissə olanda B variantıdır. Növbəti suala baxırıq. 59. 59-un məntiqi belədir. Bax, bunun sonunla bu başlayıb. Sonra bunun sonunla bu başlayıbdır.
Bunun sonundan bu başlayıbdı. Növbəti indi hansı fiqurun onda gələcək və belə gedir də. Növbəti onda kvadratdan başlayan olacaq. Kvadratdan da başlayan A variantı olacaq. 60-a baxırıq. 60-cı sual fiqurların sayıdır. Birinci rəqəm 6 dənə fiqur var. 14 isə tillərin sayıdır. Tillərdə ancaq çölü götürürük də, içərini götürmürük. Yəni içəridəki xəttləri saymırıq da. Ancaq çölləri sayırıq. Saysaz burada 14 dənə xətt var. 8, 16. İndi burada da 10 dənə fiqur var. Elə birinci 10-dan başlayıb. İndi tillərini saysaz 20 dənə olacaq. Bax, gəlin buradan sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 dənə deməli bizim tilimiz oldu. Düzgün deməli sayıb düzgün cavabı burada tapacağıq. B variantı doğru cavab olacaq. Bir də baxaq. Baxın, 20 dənə bizim tilimiz var burada. Buradan sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Buranı saymışdıq da 18, 19, 20. 20 dənə oldu. 61. 61-ci sualda deməli aslında qanunlarını müəyyən edin və 4-cüyə tətbiq edin. Birinci cərgədə belə gedir həlli. Vur 2, üstə gəl 3 bu şəkildə gedir. İkincidə isə üstə gəl 3 vur 2 şəklində gedir. Yəni vur 2, üstə gəl 3. Baxın belə gedir. Burada isə üstə gəl 3 vur 2 gedir. Üçüncüdə belə gedir. Vur 3, üstə gəl 4. İndi baxın, burada yerləri dəyişib də. Vur 2, üstə gəl 3-ün tərsi nədir? Üstə gəl 3 vur 2 tərsinə yazsaq. Yəni elə bir əksinə yazsaq da. İndi burada da biz yazacağıq onda üstə gəl 4 vur 3. O da hansı variantı uyğundur? B variantı. 6-nın üstünə 4 gələndə 10, 3-ə vuranda 30, üstündən 4 gələndə 34, 3-ə vuranda 102. Gəldik 62-yə. Qoşa nağara taxta çubuqlandır. Deməli, simlik tarı isə uyğun simlik mizrab olacaq. Yəni A variantı doğru cavabdır. Bundan sonra 63-cü suala baxırıq. 63-cü sualda deməli, rəqəmlər fərqini toplayırıq. 84-ün rəqəmlər fərqi 4, 91-in rəqəmlər fərqi 8. Deməli, 4 ilə də 8-i toplayanda 12. 72-nin rəqəmlər fərqi 5, 50-nin rəqəmlər fərqi 5. 5 ilə 5 toplayanda 10. Bu şəkildə gedir. 61-in rəqəmlər fərqi 5, 75-in 2. 43-ün rəqəmlər fərqi 1, 82-nin rəqəmlər fərqi 6. 6 ilə də 1-i toplayanda 7 eləyib cavab. 64-ə baxırıq. 64. Hamısı burada heyvan adlarıdır. Çaqqal, tülkü, maral, vaşaq, novruz isə heyvan addır. B-dir. 65. Operatorlardır yenə. 6 7-dən kiçik olduğu üçün aparıb burada yerinə qoyacağıq. 6 üstə gəl 7. Esimiz 6, elimiz 7-dir. Bölünsün 7 çıxaq 6. O da 13 eləyir. Birinci mörtərizə 13 olur. İndi 13, 3 ilə 5 yenə 3, 5-dən kiçik olduğu üçün burada yerinə qoyacağıq. S3 25-dir. 3 üstə gəl 5 bölünsün 5 çıxaq 3. O da 4 eləyir. 13 ilə 4 artıq 13 4-dən böyükdür. Burada olacaq da. Həm də burada yazıb 13 burada böyük bərabər olmalıdır. 2 ilə 4-ə vuranda yenə 13 8-dən böyükdür. Aparıb burada yerinə qoyuruq. Bu dəfə S13 N4-dür. 13 ilə 4-ü toplayırıq. Təzədən 4-dən 8-i çıxırıq. 17, o da mənfi 9 eləyir. Mənfi 4 edir. 17-dən də mənfi 4 toplayanda müsbət 13 eləyir. B variantı. 66. Getmək metrlə ölçülür. Qaldırmaq kiloqramla. Düzgün cavab verir. 67-yə baxırıq. 67-də də dülgərin aləti mişar, dərzin aləti qayçıdır. Dülgər mişarla kəsir, dərzi də qayçına. 68 aşkar operatorudur. Yenə aparıb yerinə qoyacağıq. A kvadrat 36-dırsa, 36-dan kök alacağıq. A6, B3-dür. 9-u 3-ə verəcəyik. Aparıb yerinə qoyaq. 6 üstə gəlir 3 çıxaq 1. O da eləyir 8. Birinci mörtərizə 8-dir. 12 ilə 8-i burada yerinə qoyacağıq. 2A 12-dirsə, 12-ni 2-yə böləndə A6. Nəyin kubu 8 eləyir? 2-nin. B-də 2-dir. 6-nı 2-yə vurub 2 çıxacaq. O da 10 eləyir. Deməli, ikinci mörtərizə 10-dur. İndi 8 ilə 10-u da aparıb burada yerinə qoyacağıq. İndi burada da 4A 8-dirsə, A-mız neçədir? A-mız 2-dir. B-miz də 2, 20-dir. İkisini də tapdıq.
İndi B çıxaq A-dır. 20-dən də 2 çıxanda düzgün cavab burada olacaq 18. İlkin cavab A variantı. 69. Biz birinci burada azdan çoxa doğru nizamlayırdıq. Şifrələrə aiddir. Ev, sonra U-nu yazırıq. Sonra, yəni qarşısındakı rəqəmlərə uyğunda, sonra evi yazırıq. Sonra K-nı yazırıq. Sonra F-i. Deməli, F nəyə göstərir burada? F avtomatdan tapmaq olar. 3-cü hərf T-ni göstərir. U deməli, burada kosmonavtdan 2-ci hərf onu göstərir. Ondan sonra L, burada kosmonavtda 4-cü hərf M-ni göstərir. Cavab çıxır ortaya, tomat olur, C variantı. K-nı da buradan tapa bilərik. Kosmonavtda 7-ci hərf A-nı göstərir və F-nı da buradan tapmaq olar yenə. Dediyimiz kimi 3-cü hərf T-ni göstərir. Düzgün cavab tomat olacaq. 70-ci sual. 70-ci sualda 4-ü vurub 3-ə, 3-ü vurub 2-yə toplayırsınız. 4 vurub 3-ə görə 3 vurub 2, 18 eləyir. Bu şəkildə paylanma kimlikdən 4-ü 5-ə vururuq, 5-i 3-ə vurub toplayırıq, 35 eləyir. 1-i 4-ə vurub, 4-ü 6-ya vurub toplayırıq, 28 eləyir. 3-ü 4-ə vururuq və 4-ü 1-ə vurub toplayanda o da 16 eləyir. 16, deməli 3 vuraq 4, 12, üstəgəl 4. 16. B variantı doğrudur. 71. Rəqəm ədəd düzəldir. Ondan sonra söz də cümlə düzəldir. Y variantı doğrudur. Növbəti sual. Burada kəsişmələrdir. 22 ilə 13-dən 12 alınıbdır. Bir ikisini göstərim. 41 ilə gördüyümüz kimi 25-dən 40 alınıbdır. Burada rəqəmləri bir-birinə vurmuşuq. 2 vur 2 vur 1 vur 3 12 eləyir. 4 vur 1 vuraq 2 vur 5. Deməli, o da 40 edir. Bura 40 yazmalıyıq. İndi eni tapanda, deməli, 22-dən 25-in kəsişməsindən düşürdə 2 vur 2 vur 2 vur 5 en 40 edir. S-dəki 51 ilə 8-in kəsişməsindən düşür. O da yenə 40 edir. 5 vur 1 vur 8 40 edir. 40 ilə da 40-ı toplayanda 80 edir. 73-cü sualda hamısı meyvədir. Armud sözüdür bu. Bu şaftalıdır. Bu ərikdir, bu da albalıdır. Meyvə sözü ümumi baxımdan gedir, yer variantıdır. 74. Bax, hər bir rəqəm özünə bitişir. Qara damaların sayının hasil kimisinə bərabərdir. Bax, 3 dənə qara dairə birləşib 6-ya, 3-ü 2-yə vuranda 6 edir. Məsələn, 2-yə bir dənə qara birləşib, 2-ni 1-ə vuranda 2 eləyir. 8-ə 4 dənə qara birləşib, 4-ü 2-yə vuranda 8 eləyir. Yəni, qara dairələrin sayını 2-yə vurursunuz. İndi x-i burada istəyir. X-a neçə qara dairə birləşib? Biri budur, indi çapda yaxşı düşmüyor. Biri budur, biri də budur. 3 dənəsidir. 3-ü də 2-yə vuranda x-in qiyməti 6 olur. Düzgün cavab C-dir. 75. Arıcılığın ilk 2026 həddinin cəmini tapın. Burada təkrarlanan rəqəmlərin birinci sayına baxırsınız. 1, 2, 4, 5, 1, 2, 4, 5. 2026-nın həmin təkrarlanan rəqəmlərin sayına deməli bölürsünüz. O da eləyir 405 edir. Qalıqdakı 1 qalır. Qalıq da 1 qalır. Deməli, qalıq 1 və bu 405 ədədini təzədən, bax bu təkrarlanan rəqəmlərin cəminə bölürsünüz. 1-dən 5-ə kimi rəqəmləri toplasaq 15 eləyəcək. 405-i 15-ə vurursunuz və qalıq 1 olanda birinci rəqəm üstünə gəlirsiniz. Yəni birinci rəqəm 1-dir. Birdən məsələn qalıq 2 olsaydı, onda birinci ilə ikinci rəqəmi, yəni 1 ilə 2-nin üstünə gələrdiniz. Aha. Qalıq 3 olsaydı 1, 2, 3 üstünə gələcəkdiniz. 405-i 15-ə vurub üstünə də 1 gələndə 405-i deməli 405-i vuracaqsınız 15-ə və üstünə 1 gələcəksiniz. O da eləyəcək 6076, yəni Y variantı. 76. 76-cı sualda AB-ni x qəbul edirsiniz. Yəni yazırsınız ki, yazıram burada. AB bərabərdir x. 2x bərabərdir. A-mız 11, B-miz 2-dir. 11-i 2-yə vuranda 22 edir. Çıxılsın. Bunun yerinə yenə x yazırıq. Çıxılsın 1. Buradan da tənliyi sadələşdirsək, 2x bərabərdir. 21 çıx x olur. X-ləri bir yana yığsaq. Deməli, 11-i 2-yə vuranda 22 çıxılsın. 2x bərabərdir. X-ları indi bir-birinlə toplayacaq. Tərəfə keçirəndə 2x-dən x-i toplayanda 3x bərabərdir 21. X-in də qiyməti buradan 7 olacaq. Yəni cavab Y variantıdır.
Növbəti burada 3 sayırsaz, hərflər təkrarlanır. Həmişə edu sözü olmalıdır. Bax, burada hansı hərf çatışmırdı? Burada 3'ü də var. Burada UE var, D çatışmır. Deməli, burada görürsünüz 3'ü də var, burada da 3'ü var. Deməli, hər ikisində D çatışmır. Cavab DD olacaq, Y variantı. 3'ü sayıranda, yəni bu hərflər olur. Edu, edu. Hərflər yerini dəyişir təbii ki, amma o 3 hərf mütləq olmalıdır. Baxın, 3'ü sayırım burada. Görəcəksiniz rahatlıqla. Hər ikisində D hərfi çatışmır. Burada da D çatışmır. Burada da. 78. 78-ci sualda Azərbaycan dilinə aid olan sözlərdir. Sintaksis, morfologiya, daha doğrusu orfoqrafiya, morfologiya, qrammatika. Bir dənə piktoqram sözü Azərbaycan dilinə aid deyil. Piktoqram şəkilli təsəvvürlərdir. Məsələn, yol hərəkatları, qaydaları. Oradakı şəkillər piktoqram adlanır da. Bu, yəni Azərbaycan dilinə aidiyyəti yoxdur. Bu isə kəsilən hissələrin sayıdır. Fikir verin, 9 dənə hissə kəsibdir. 1 hissə kəsib, burada da 4 hissə kəsib. Cavab 4-dür. Sonra 80-cı sual. 80-ci sualda hesab əməlləridir. Son rəqəmləri toplamaq lazımdır. M üstəgəl, L üstəgəl. Təzdən yazım. Deməli, bu son hərfləri toplasaq, N üstəgəl, L üstəgəl, M bərabərdir N-ə. N-dən də N çıxanda 0 qalır. Yəni, L üstəgəl N bərabər olur, N çıxaq N. O da 0-dan çıxarmaq axırı 10 deməkdir. Deməli, L ilə M-in cəmi 10-dur. Burada da yeni ədəd yaranıbdır. M-i 1 götürək, L onda avtomatik 9 olacaq. M 1-dirsə, L 9-dursa, onun üstünə nə gələndə 19 edir, 59 götürsək 8. Çünki onun üstünə 8 gələndə 18, sağdan da bir yadda alır, 19 olur da. Deməli, L-də 9-dur. L 9, M1, M1, N-dəki 8-dir. 91-dən də 18 çıxanda o da 73 edir. 81. Burada da kvadratlar cəmidir. 5-in kvadrat üstəgəl 6-nın kvadratı 61 edir. 7-nin kvadrat üstəgəl 3-ün kvadratı 58, 6-nın kvadrat üstəgəl 4-ün kvadratı 52 edir. Cavab C variantı. 82-ci suala baxırıq. 82-ci sualda deməli 3 gəlib üstünə, sonra 1 gəlib, sonra 1 çıxıb. Təzədən 3 gəlib üstünə, 1 gəlib və 1 çıxıb. 3 gəlib üstünə, 1 gəlib və 1 çıxıb. Deməli, üstünə 3 gələcəksə, cavab 13-dür. C variantı. 13. Burada minimum qiymət istəyirsə, birinci mərtəbələrə ən aşağıdan yuxarıya qiymət verəcəksiniz. Birinci cərgədə S-nın sayı daha çox olduğu üçün S-ya 1 verəcəyik. İndi K ilə M-dan, M burada görürsünüz var, Mametdə var, amma K yoxdur da. Ona görə K-yə daha az qiymət 2, M-yə daha az qiymət 2, K-yə 3 verəcəksiniz. Burada ələrin sayı 2 dənədir, Ə-yə 0 verəcəksiniz. 0 sadəcə əvvəldə gələ bilmir. Yerdə qalır növbəti 4 ilə 5. A-nın sayı burada daha çox olduğu üçün A-ya 4, I-yə 5 verəcəksiniz. N-ə avtomatik 6 verəcəksiniz. M-ə 2 tapmışıq, C-yə 7. A-ya biz artıq nə verəcəyik? A-ya 4 vermişik, A 4-dür. Y-yə olacaq onda 8, M2. N-ə də deməli biz neçə vermişik? 6, 6. D-yə də olacaq 9. A-da onda olacaq 4. Yəni ədədlərimiz belə olacaq da 10.646 üstə gəlinsin. 30.646 üstə gəlinsin. 24.289 üstə gəlinsin. 15.724. Bunları da toplasaq 25 2 yadda, 8, 16, 18 2 yadda, 20, 12, 14, 21 2 yadda 3. Deməli, burada da eləyəcək. Burada da toplayanda deməli 1, 0, 4, 5, 11, 9 2 yadda 11. Burada da toplayanda 4, 5, 6, 2 yadda 8. Deməli olacaq 7-nin üstünə 1 yadda gələndə 8. Yəni D variantı 81.305 düzgün cavab sayılır. 84-də də eyni şeyin sadəcə maksimumunu istəyir. İndi maksimum istəyirsə artıq biz böyük qiymətlər qoyacağıq. Yəni burada artıq biz S-ya 9 qoyacağıq. S-dan 2 dənədir. İndi M-ya 8, K-ya 7, Ə-ya 6, A-ya 5 qoyacağıq. I-ya 4, N-ya 3, 3. Ondan sonra N-ya 3, 3, 3. M-ya 8, G-ya
2, 2, A'ya qoyacağıq 5, 5. Y'yə M-ə 8, Y-yə 4. N-ə də ki, deməli, Y-yə qoyacağıq biz, yox, Y-yə deməli nə qoymalıyıq biz? 3-dən balaca nə gəlir? 2-dən balaca nə gəlir? 1. Ondan sonra buradakı 2-dən də N-ə qoyacağıq deməli biz 3, 3. D-yə onda olacaq 0. A-dakı 5-dir. Yəni yazsaq belə 96353, 76353, 85810 və 94285. Deməli, bu ədədləri toplayacağıq. 11, 2 bir yadda, 10, 11, 19 bir yadda, 20, 2 yadda olacaq, 14, 16, 10, 13, 16, 2 yadda, 8, 12, 17, 21 bir yadda, 2, 16, 24, 33, 2 yadda, 35. Yəni 352.801 B variantı olacaq. Maksimumda yuxarı qiymətlər verilir, minimumda aşağı. 85 koordinat oxlarının cəmidir burada. Burada məsələn göstərə bilir, səna sözü yaranıb. Bax, burada elə birbaşa deyim sizə. Məsələn, burada A-nın koordinat hansı ədədlərin kəsilməsinə düşüb? 6-dan biri. Deməli, 6-nın üstünə 1 gələndə 7 edir. A 7-dir. D deməli 6-ya düşüb, bura 0-dır. D onda 6-dır. 6-dan 0-ı toplayanda A 7 idi. M da ki, baxın bura düşüb. 2-dən 3-ü toplayanda 5 edir. M da 5-dir. 7675 olur. Q hərfi 3-dən 2-nin 2-yə düşüb, 3-dən 2-ni toplayanda 5 eləyir. A hərfi deməli 6-dan 1-ə düşübdür. A 7-dir, bura 7 yazırıq və R hərfi. R hərfidəki 2-dən 1-in kəsişməsi 3-dür. 765-lə də bu toplama işarəsidir. 7675-lə də 573-ü toplayacaqsınız. O da 8, 4, 11, 8148 edir. Birinci və sonuncu hərfi eyni olan toz sözüdür. Cavab C-dir. Belə də yoxlaya bilərsiniz. Məsələn, T8-dir, həqiqətən uyğundur bura. T8-i göstərir. Yəni 8000, biz neçə aldıq? 148. O hərfi, baxın, 8248 daha doğrusu. O hərfi 1 ilə 1-i toplayanda 2-yə uyğundur. Ondan sonra S hərfi 1 ilə 3-ü toplayanda 4-ə uyğundur. D-nə də tapmışıq 8. Düzgün cavab 8-dir. Yəni, koordinat oxundakı ədədləri toplayırıq. Növbəti fərqli rəqəmlərdə F vurayım hansılar, aşağıdakılardan hansı ola bilər? Bax, burada F, əslində burada F durmalıydı da. M durubsa, yeni bir ədəd yaranıb da. F onda M F-dən bir vahid böyükdür. Məsələn, tutaq ki, mən yazıram belə ədəd. Əgər mən burada, tutaq ki, yadda verməsəm, 693 olardı. Amma belə bir ədəd yazmışamsa, artıq yadda vermişəmsə, burada 6 durmur da, 7 durur. Yəni, M F-dən bir vahid böyükdür. Deyir, bu hansı ədədlər hasil ola bilər? İndi biz, məsələn, cavablarla geçsək, yəni M F-dən bir vahid böyükdürsə, yəni bir-birinə aralarında fərq 1 olan ədədlər olmalıdır da. Onu 5-i 2-yə vuranda onu edir, aralarında 3 vahid fərq var. 48-də ən yaxşı 6-nı 8-ə vuranda 48 edir, aralarında 2 vahid fərq var. 15-də 2 vahid fərq var, amma 56-nı belə ala bilərik də biz 7 ilə 8 kimi. Yəni elə bil M-i 8, F-i 7 kimi götürə bilərik, aralarında 1 vahid fərq var. Məsələn, belə ədədlər ola bilərdi, başqa 42 ola bilərdi, 7 ilə 6, 56 ola bilərdi, 8 ilə 7 və s. İndi dediyimiz 87. Bu operatorda aparıb yerinə qoyacağıq. A operatorunun mənası, deməli, A-nın mənası belə gedir. Ədədi 3-ə vururuq, 3 vuraq, A üstünə 1 gəlirik. B operatorunun mənası isə ədədi 2-yə vurub üstünə 3 gəlirik. İndi deyək ki, hansı ədədi 3 dəfə ardıcıl B operatorunu tətbiq etsək 109 alınır. Yəni, biz 2A üstə gəlir üçün 109-a bərabərləyəcəyik. Buradan da 2A bərabərdir 106, A-nın qiyməti 53 olacaq. Təzdən 53-ü bir də bura bərabərləyəcəyik 2A üstə gəlirsə. Bu dəfə 3 dəfə bərabərləməliyik. Bu dəfə olacaq 2A 25, A-da 2A 50, A-da 25-dir. Və bir dəfə də axırıncı dəfə bərabərləyəcəyik. 2A üstə gəlir 3 bərabərdir 25, 2A 22 olur, A-nın qiyməti 11-dir. Yəni, düzgün cavab C variantıdır. 88-ə baxırıq. Deyir ki, hansı mütləq səhvdir? Ədədə yalnız bir dəfə operator tətbiq etməklə 90 almaq olmaz. Bir dəfə tətbiq eləməklə 90 almağımız üçün, məsələn, buranı 90-a bərabər etsək, 89 3-ə bölünmür. Birinin mənası 3A üstə gəl 1, birinin mənası 2A üstə gəl 3 oldu da. Bunları ikisini də 90-a bərabərləsək, həqiqətən də bölünmürlər. Ədədlər də naturaldır. Nə 89 3-ə bölünür, nə də 87 2-yə bölünür. Yəni, birinci doğrudur, bizdən axırda səhvlər istəyir.
2. Ədədə 2 dəfə ardıcıl olaraq eyni operatoru tətbiq etməklə 179 almaq olmaz. Məsələn, biz 3A üstünə gəl 1-i 179-a bərabər eləsək, 3A 178, 178-in rəqəmlər cəmi 16 edir, 3-ə bölünməz. Əgər 2A üstə gəl 3-ü 179-a bərabər eləsək, 2A bərabərdir 176, A-nın da qiyməti 88 olur. Təzədən də 88-i 2A üstə gəl 3-ə bərabər eləsək, E1-ə bərabər eləsək, yenə bölünməyəcək. Yəni, bu da doğru fikirdir. Bizdən səhv istəyir. Ədədə ardıcıl olaraq 2 müxtəlif operator tətbiqlə 185 almaq olmaz. Görək, 185-i almaq olur, yoxsa yox. Məsələn, burada yenə yazıram. A-nın mənası nə idi? 3-ə vurub üstünə 1 gəlmək. Burada yazıb. B-nin mənası 2-yə vurub üstünə 3 gəlməkdir. İndi bizə də deyir ki, 188, 185 almaq olmaz. Məsələn, biz bunu 185-ə bərabər eləsək, 184 3-ə bölünməyəcək də. Amma bura bərabər eləsək, məsələn, 2A bərabərdir 182 olur. A-nın da qiyməti 91 olur. Təzədən də aldığımız cavabı bura bərabər eləsək, 3A bərabərdir 90, 30 alınır da 93-ə bölünür. Yəni, bu səhv fikirdir, almaq olur. B operatoru natural ədədi tək ədədə çevirir. B operatorunda biz, B operatorun mənası nədir? 2A üstə gəl 3, bəli. Bu da doğrudur. Çünki 2-ni istənilən bir ədədə vursaq, tutaq ki 5-ə və yaxud 6-ya cüt olur. Cütün də üstünə təzədən tək ədəd gələndə tək olur da. Bu da doğrudur. Təkə çevirir. Və A operatoru natural ədədi cütə çevirir. A-da 3A üstə gəl 1 idi. Tutaq ki biz A-nın yerinə məsələn 5 yazsaq, bunu cütə çevirəcək. Əslində cütə də çevirir, təkə də çevirir. Tək yazsaq 9 tək olur. Yəni, çevirə bilir də, əsas odur cütə. Bu da doğru fikirdir. Yalnız səhv olan bir dənə 3-cü fikirdir. Cavab B-dir. 5 ədədini hansılara A və ya B və yaxud A, B-də eləməklə hansı variantı ala bilmərik? Deməli, A-nın mənası nə idi? 3-ə vurub üstünə 1 gəlmək. B-nin mənası 2-yə vurub üstünə 3 gəlmək. Aha, 1 gəlmək. A-da 3-ə vurub üstünə 1 gəlirik. A-da 3-ə vurub üstünə 1 gəlirdik. B-də də 2-yə vurub üstünə 3 gəlirdik. İndi biz bir-bir yoxlamalıyıq. İkisini də birinci A-da yoxlayaq, 5 ədədini. Yəni, 2 dəfə burada yerinə qoysaq, 5 vur 3 üstə gəl 1, 16 eləyir. Təzədən 16 vur 3 üstə gəl 1, 49 eləyir. 49-u almaq olur, yəni. Bu səhvdir. Bizdən deyir, almaq olmaz da. Sonra 5-i aparıb 2 dəfə BB-də qoysaq yerinə. 5 vurulsun 2 üstə gəl 3, 13 eləyir. Təzədən 13 vurulsun 2 üstə gəl 3. O da 29 edir. Yəni, 29 da almaq olur. İndi aparıb AB-də yerinə qoyaq. Yəni, birinci burada yerinə qoyaq 5-i. 3-ə vurub üstünə 1 gələk 16. Sonra aparaq B-də yerinə qoyaq. Bax, burada. 16-nı 2-yə vurub üstünə 3 gələk 35. Bunu da almaq olur. İndi aparaq BA-da yerinə qoyaq. Birinci burada yerinə qoyaq. 2-ni vuraq. Deməli, 5-ə üstünə 3 gələk 13. Təzədən də aparaq A-da yerinə qoyaq. 13 vur 3 üstə gəl 1, 40 edir. Burada da almaq olur. Bir dənə 39-da 39-u almaq olmur. Cavab 39-dur. 90-da 49-dan kök 7 çıxır, 16-dan kök 4 çıxır, 81-dən kök 9, 64-dən kök 8 çıxır. 92-də bizə deməli deyir ki, maksimum qiymət istəyir. Kvadrat 2 dənə qiymət ala bilər, ya 0 ya 5. Çünki 0-ı vuranda 5-ə, 0-dan qutarı axarı 5-ə də vuranda. Əgər siz kvadratı 5 kimi götürsəz, olur burada, uyğun olur. Onda 3 bucağın qiyməti 4, dairə 3 olur. Bunları toplayanda 12 edir. Amma bundan da böyük cavab olacaq, maksimum istəyir. Əgər siz kvadrata 0 qoysanız, qiymət daha yuxarı olur. Kvadrat 0 olanda 3 bucaq avtomatik 9 olur, dairə də avtomatik 8 olur. Bax, bu dəfə bu ədədlərin cəmi 17 edir. Deməli, ən yuxarı 17 olar, cavab 17-dir. 92. Əvvəlcə buradan y-ni tapmaq olar. Y üstə gəl y, y kvadrata bərabərdir. Deməli, burada da biz alarıq ki, 2y bərabərdir y kvadrat. Hər tərəfi y-yə bölsək, 2y-yə bərabərdir. İndi aparıb təzədən burada yerinə qoysaq, u-nu da tapa bilərik. E üstə gələk u bərabərdir. E kub üstə gəl 3-dür. Yəni, e-nin yerinə 2 yazsaq, 2 üstə gələk u hərfi bərabərdir. 2-nin kubu 8 üstə gəl 3. Buradan da u 9-a bərabər olar. İndi burada aparıb təzədən yerinə qoyub d-ni tapa bilərik. E-miz bizim 2 oldu da, 2 vurulsun d
bərabərdir. E'miz bizim 2, U'ya da 9 tapdıq. 2 vur 9 çıxaq 4. Buradan da 2'dir 14 olur. D'nin qiyməti 7'dir. D'nin kvadratı 49 olacaq. Ondan 7'nin kvadratı cavab 49'dur. 93. Tərs operatordur. Tənlik quracaq burada. Deməli, sistem tənlikdən həll edəcəyik. A ilə B-ni x qəbul edirik. Bunun əksi olan B ilə A-nı isə y qəbul edirik. İndi biz otururuq, neyini? Bunu həll edirik. Deməli, x bərabərdir. A-mız bizim 4'dür, B-miz 2'dir. 4 üstə gəlirsin, 2'ni 1'ə vuranda 2 çıxılsın, 2y yazırıq. Təzdən də əksinə yazanda artıq burada A-mız bizim 4 yox, 1 olur. 1 üstə gəl, B-miz 4 olur. 2 vur 4 çıxılsın, bu dəfə 2x yazırıq. Deməli, birinciyə alırıq x bərabərdir 6 çıxaq 2y, ikinciyə alırıq y bərabərdir 9 çıxaq 2x. İndi y əvəzləsək, x bərabərdir 6 çıxılsın, bu y-in əvəzinə bu ifadəni yazırıq. 2 vurulsun 9 çıxaq 2x. Buradan da x bərabər olur 6 çıxaq 18 üstə gəl 4x, 2 mənfi müsbət verir. Mənfi 3x, mənfi 12, x-dən müsbət 4 olur. Beləliklə düzgün cavab burada 4 olacaq. Və 94'ə baxırıq. 94'də isə aparıb yerinə qiymət qoyacağıq. Hər rəqəmdən bir dəfə istifadə olunub və burada da cəmlərinə bərabərdir. Hər bir ədəd əvvəlki 2 ədədin cəminə bərabərdir. 15'in cəmləri ancaq 7 ilə 8-də, başqa cəmi yoxdur. Çünki rəqəmlər 1-dən 8-ə kimidir. 8 ilə 7-ni toplayanda 15 eləyir. 15'in üstünə gələndə 21 eləyir. 6 gələndə 21 edir. 6'ını da biz belə yaza bilərik. Məsələn, 2 üstə gəl 4 kimi yaza bilərik. 21'in üstünə gələndə 25 eləyir. 4 gələndə bunu da belə yaza bilərik. 1 üstə gəl 3 kimi. 25'in üstünə gələndə 30 eləyir. 5. Onda burada hansı rəqəm qalır qıraqda? 6. Hər rəqəmdən bir dəfə istifadə olunur. Düzgün cavab 6'dır. Baxın, 8 ilə 7'nin cəmi 15. 8, 7, 2, 4'ün cəmi 21. 8, 7, 2, 4, 1, 3'ün cəmi 25 eləyir. Buradan bura kimi də 30 eləyir cəmləri. Və axırıncı 95'ə baxırıq, hesab əməlləridir. Buradan da qiymətləri taparıq bir-bir. N burada olacaq, deməli, S burada 5'dir. 5'in üstünə 8 gələndə 13, bir yadda dalanda 9 eləyir də. Birincidə deməli birincidə S bərabərdir 5, N bərabərdir 8'dir. Onda bir hansına uyğundur? Deməli, hasilləri 40 olan və N'dən S çıxanda 3 olan. Yəni 1 C ilə D-yə uyğundur. Ondan sonra burada baxırıq. Burada S-imiz bizim 6'dır. 8 üstünə 6 gələndə 14, N-imiz də 2'dir. Deməli, 2-də S 6'dır, N də 2'dir. Onda bu isə hansılara uyğundur? Hasilləri 12 olan bir dənə Y-yə uyğun gəlir. Üçüncüdə də N-imiz 4'dür, S-imiz də 7'dir. Bu hansına uyğun gəlir? N4, S də 7. Bu da cəmləri 11 olan 3A-ya uyğundur. Bir də ki, fərqləri 3 olan, yəni S çıxaq N3A B-yə uyğundur. Gəldik sınavın sonuna. İnşallah ki, videodan kömək edəydi. Növbəti izahlarda görüşərik. Diqqətiniz üçün təşəkkür edirəm.